O yolkaya bak. Benim anam narahatlığın özüdür. Roma, İtalya. Bəziləri sekslə bağlı olur, bəziləri yeməklə bağlı olur. Centro storico. Bu bir psixoloq rəyi deyil, bu sadəcə mənim öz subyektiv fikrim. Bəs mən niyə oyatmadım? Sen niye bana çekersen? Niye çekiyorsun bunu? Vlogum üçün çəkir. Her gün durum sen. Bananlar hamısını öz əli ilə yığıb təmizləyib gətirib. İndi də nuş eləyəcəyik. Allah bütün acları doydursun. Amin. Getdik. Deməli, hazırlaşdım. Paltarları atmalıyam, yuyulmağa. Bedroom design. Siz bir... Burada deyəsən işin tapılmıyor hocam. Başqa heç yer tanımıram. Oradan çıxdım burada heç nə tapabilmədim. Çok insan var. Çünkü ben de onun yanındayım. Ara gittim, ardın aldım. Da boş geldin. Aslında ben şey tapabilmedim ama ben nefes almalar kaydetmedim. Bütçem azdı, hazırlarım azdı. Bir iki tane de mağazaya gittim aslında ama var çekmedim ve orada da tapmadım bir şey. O yolkaya bak. Tapabilmedim ve eve kaydıram. Çok pahalıydı her şey. Ne yiyeceğim bilmiyorum yani. Böyle çattım. Bəzi günlər sadəcə olsun yəni. Günümüzün ilk bir saatında bəlkə 100-ə yaxın informasiya alırıq ki, bizə lazım deyil. Bunu mən özüm öz həyatıma tam olaraq tətbiq edə bilirəmmi? Yox. Var ola bilmək, özünü təsdiq edə bilmək, varlanmaq, evim olsun, işim olsun, sevgilim olsun. Çox fikirləşirəm, dayandıra bilmirəm. Çox informasiya var, hər şeyi görürsən, hər şey baş verir. Bir gün var olmasan, bir gün heç nə eləməsən, bir gün işinlə bağlı bir şey eləməsən, bir gün nəsə öyrənməsən, bir gün nəyəsə baxmasan, dünya dağılmayan kimi. Mənim də beynim çox da sağlam bir beyin deyil. Hamı kimi. Bu vəziyyətdən çıxmaq üçün yenidən yemək istəyir. Beynin doymur yəni. 2 saat idman eləyəcəm, gedəcəm cimdə ağırlıq qaldıracam, o eləyəcəm, 100 dənə su qat eləyəcəm. Yaxşı olmağın yaxşı bir şey olduğunu görəndə günün əsas məqsədi sağlamlıq olmalıdır. Var olmaq vəziyyətindən çıxırsan və həqiqətən var olursan. Overthinkingi dayandırmamalısan. Beynində olan fikirləri dəyişməlisən ki, həmin overthinking sənə əzab vermir. İzləməyə davam edin ki, sabahdır görəsiz.
Roma, Italia, centro storico, pizza Diavola. Capito? Ha. Power returns to you. You are no longer a victim of circumstances or people. You become a conscious participant in your own growth. Fikirləşdim ki, artıq belə davam eləyə bilməz. Bugün pozitiv düşüncələrim uyandım. Gecə ərzində yatanda belə gözlərim yumulurdu və beynimdən o mən negativ fikirləri hiss edirdim. Çünki sən həm xəstəsən, həm də həkim rolunu oynayırsan. Artıq başladım daha az dramatik baxmağa və həqiqətən də getdikcə dəyişiklikləri hiss edirdim. Amma bir müddətdən sonra artıq onlar da köməkləməyə başladı. Canlı bir hipnoz seansı keçdi həmin seminar ərzində. Dostlarımdan, ətrafımdan, məktəbdən, universitetdə olan bölümlərdən o da deyirdi ki, mən yaxşıyam. Amma onu deyəndə mən ona inanmırdım. Özünü dəyişmədən qəbul edirsənsə, bütün çirkinliklər, pisliklər və bacarıqsızlıqlarına rəğmən gecə ərzində beynində düşüncələr, negativity gedir, deyəsən yorulursan səhərə qədər. İçindən zaten bir enerji gəlir. Rəngim kağıdı salım içine. Sen de. Tertine korkaklar zamanı. Dünyanın ən dadsız sushi növü hot roll. Yəni yoxsa mən də istəyirəm ki, it əti də yeyim. Səncə Roma yoxsa İtaliya? Sən qonağına birin. Sən host. Özü əla. Ki host. Özü adam kimi apar. Azərbaycanda ən çox nə üçün darıxırsan? Aeroportun çıxışı belə day-day kafeleri olur ya, oturursan belə. Pul verirsən yeməliyik də. Tipik kişi düşüncəsi. Həm 32 yaşım var. Yəni bu sual çox absurd sualdır. Yalan deyil, yalan deyil. Uşaqlar üçün darıxıram. Uşaq istəyirsən. Yaponiyaya getmək istəyirəm çox. Arigato gozaimasu. Heç olmazsa yəni hazırlaşardın da. Növbəti gülməli olmayan tərəf. Ümumiyyətlə dəniz məhsulları yeyə bilmirəm, deyə bilməzsən məncə. Çünki sən heç bir halda try eləməmisən Niyə yəni. try eləmişəm? Nəyi try eləmisən? Lümpen. Ella da artistlik eləyəcəkdi, yəni Fruit de Mar. Dəniz məhsulları da keçdi. Az enerji sərf. Amma 3 dəqiqən getdi bu izah eləmək üçün. Bir Axıra qədər dəfə- yemək məcburiyyətində deyil. Bir cəhətlərə baxırsan 8 dənə Kaliforniya, 8 dənə Philadelphia, 8 dənə Ugimag, 8 dənə. Şirniyyatlı içindən Hamı məncə Fortune. bilir fortune cooking. Bizim özümüzün pişirdiyi lazanyalıdır. nə fərq? Amma ən qəşəng yediyim yemək. Yox, mən o dayda kafesinin adını sizə demək istəmirəm dostlar. Çünki Hamı tanıyır o kafeni. yox, deməyəcəm. Şanson, şanson, şanson. Demə də. Burasını short gibi Elə bunu bağlasın. elə Ya şey bunu deyirəm. burada demək məcburiyyətindəyim. Sən şanson adını demək məcburiyyətindəydin. Mənim videom nə istəsəm deyər. Yes, qutardı. Mama, I'm in love with the criminal.
Demək Məhəmməd biraz işləməyən bir şeyləri söküb düzəltməyə çalışanda biraz daha pis günə qoymağı xoşlayır. Məsələn bu çətir öz-özünə açılırdı. Amma açılırdı da en azından. Söktü ki düzəldəcəm və hal-hazırda tam açılmır. Yəni bu boyda var her şey. İndi bu boydadır. Ana. Aa. O da qəşəngdir. Sən bəs cappuccino istəyirsən? Cappuccino, üstünə şokolad. Burasandan istəyirsən bəs. Mən bu mini pistidən yeyəm. Yox, şokoladlı yox, pistaklı. Okay. Espresso içdi deyəm, mən cappuccino içdim deyəm. Özünü məndən üstün zənn edirəm. Video niyə görürsən? Tək də deməli uşaqlar və özünü uşaq kimi hiss edən. Roma marketləri çox balacadır. O üçün straşmayandır. Grazie, scusate. Biz konkret sürüşdə növbəti rasistliyə qədər davam edəcək. Da pertagliata, yəni iki ucun kəsilib gəlir. Fetta per tagliata kəsilmiş ət deməkdir. Bilirəm, prosta onu bizim izləyicilərimiz bilmir axı. Yəni yetişmiş insan əti. Hər nəysə, kəsərsə orasını. Əsəblərimlə oynayır. Qoz götürüm, qoz. Bu videoya qoya bilməyəcək. Niyə belə bir zarafat edirsən? Bu salam. Salam olsun hamıya. Ondan gəlir. Ooo, qəşəng səviyyəsiz zarafat. Bundan tatlıymadı. Baxın, pollo ilə tatlıymadı. Ricollo tattino. Pendir yiyəcəyik bunun içində. Amma 3 dənədir də dadına Vurublar, baxın. don't da içinə pendir vurublar. Mən bunu çox xoşlayıram. Aa, balaca burratalar. Glutensiz lokal pastalar. Burada glutensizlə glutenli eyni qiymətdir bax. Yumurta aldın. Yox, yumurta almadım. Bir də Şirniyyatımız vardı. hanı? Bunda yazmışsan faizli. Bunda niyə yazmıyorsun? Çünki o başqa şeydir. Allah diye yazılır. Görürsən? Anlatmaq üçün eləyirlər. Allah. Oy bir. Bir İtalyan nənə olsaydınız nə yerdiniz? Sarına getdik bahadır. Gəlin çörəyinizi alın. Razı qalın. alın. Nereye gəlmisinizsə, pendir yemədən getdik. Çünki bu pendirlər var ha, bu pendirlər. Bu pendirlər alırsan pendir yoxsa yox. Mənim nervlərimlə oynama. Həmçə ki, mən pendir ala bilmərəm. Sən çək, mən alayım. Haradadır? Burada deyil. Brokoli. Bundan da alın. Ha, keçid. Görürsən? Niye olmadı? Niye de kameraya bak? Kameraya baxmıram. Tamam. Bir tane bak gör bu onu oynamış. Ne kadardı? 20. Aa, 2000. Aa, ne zordu. Allah keçdi. Ana qədər mənim kanalım estetik bir kanal. Amma mən qoşandan sonra maraqlı kanal oldu. Bilirsən nə istədi? Nə? Qovyetti. Qaviyetdə heç Azərbaycanda yemirdi. Həm ucuz, həm qatlı, keyfiyyətini bilmirəm. Şanson. Demə də, demə. Başımdan ata bilmirəm. Zilə qalxmışam mən. Bilmirəm. Of, 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 of. Buna baxın. Kəsər sonrasını. Silərsən burasını. Yaş. Silməyəcəm. I'm in love with the criminal.